Azərbaycanda tibb işçilərinin əmək haqqlarının artırılması ilə bağlı iş aparılır. Bunu təbibin icraçı direktoru Vüqar Qurbanov deyib. O bildirib ki, həkimlərin və orta tibb işçilərinin əmək haqqlarının artırılması ilə bağlı layihələr hazırlanır və yaxın gələcəkdə həmin layihələrin təqdimatı planlaşdırılır. Həkim çatışmazlığı probleminə də münasibət bildirən Vüqar Qurbanov etiraf edib ki, əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Amma əlavə edib ki, bu təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir. Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən də ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədi ilə mental klinika layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun deyə Vüqar Qurbanov vəd edib. O həmçinin əlavə edib ki, sənədlərə uyğun olmayan və Azərbaycanın müvafiq qurumlarında təsdiq olunmamış şəxslər təbibin müəssisələrində fəaliyyət göstərə bilməzlər. Bugünə qədər belə hallar aşkar edilməyib. Biz xəstəxanalara işə qəbul prosesini nəticələr əsasında həyata keçiririk. Əgər işçilərimiz sertifikasiya imtahanlarından uğursuz nəticə əldə edirlərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılırlar. Növbəti imtahanda da uğursuz olacaqları təqdirdə onların fəaliyyətinə tamamilə xitam verilir deyə Vüqar Qurbanov fikrini tamamlayıb.